44 günlük Vətən müharibəsindən sonra Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda geniş tikinti, abadlıq işləri həyata keçirildi və artıq mərhələli şəkildə sakinlər doğma yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna kimi isə 35 minə yaxın ailənin oraya köçürülməsi planlaşdırılır. Mövzunu qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovla birlikdə davam etdirəcək. Fuad müəllim, xoş gəlmisiniz. Gəlin dinləyicilərimizin də bir daha diqqətinə hazırda Qarabağda hansı işlərin görülməsi ilə bağlı məsələləri çatdıraq. Təşəkkür edirəm dəvətinizə görə. Öncəliklə qeyd etmək istərdim ki, bugün biz Azərbaycan xalqı, Azərbaycan milləti olaraq tarixi zəfərimizin məntiqi nəticəsi olan Böyük Qayıdışın fəxarətini, qürurunu və sevincini yaşamaqdayıq və bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daima rəhmət dilədiyimiz şəhidlərimizə, Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və nəhayət istər tarixi zəfərimizin, istərsə də Böyük Qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Baş Komandanımıza borcluyuq. Böyük Qayıdış, yəni dünya miqyasında analoqu olmayan Böyük Qayıdış prosesi işğaldan azad edilmiş ərazilərimizin ümummilli iqtisadiyyata reinteqrasiyası ilə yanaşı, ölkəmiz qarşısında 2030-cu ilədək qarşıda duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Möhtərəm cənab prezidentimizin müvafiq sərəncamı ilə və məhz bu milli prioritetin reallaşdırılması məqsədi ilə və ölkəmizin 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq möhtərəm cənab prezidentimizin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci dövlət proqramı təsdiqlənmişdir və dövlət proqramı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi qarşısında bir sıra mühüm vəzifələr qoymuş. Belə ki, tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə bağlı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi 5 fəaliyyət istiqaməti üzrə əsas icraçı qurum, 12 fəaliyyət istiqaməti üzrə isə əlavə digər icraçı qurum kimi müəyyənləşdirilmişdir. Əsas fəaliyyət istiqamətləri dedikdə ilk növbədə Böyük Qayıdışın bünövrəsini təşkil edən keçmiş məcburi köçkünlər arasında sosial-loji sorğuların aparılması, onların qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, keçmiş məcburi köçkünlər arasında maarifləndirmə, təbliğat, təşviqat, izahat işlərinin aparılması, Böyük Qayıdış prosesinin yerli və xarici kütləvi informasiya vasitələrində işıqlandırılması, bərpa qrafikinə uyğun olaraq yenidən inşa edilmiş və yaxud bərpa edilmiş evlərə keçmiş məcburi köçkün sərdaşlarımızın qayıdışı ilə bağlı texniki təşkilati məsələlərin həlli, Böyük Qayıdışla bağlı xüsusi Dövlət Komitəsi nəzdində xüsusi qaynaq xəttin yaradılması və onların adaptasiyası ilə bağlı, adaptasiyasının daha səmərəli təşkil olunması ilə bağlı müvafiq dövlət qurumlarının rəsmilərinin təlim kurslarına cəlb olunması və nəhayət keçmiş məcburi köçkünlər arasında reinteqrasiya tədbirlərinin aparılması və dayanıqlı icmaların yaradılması aiddir. Bugün biz fəxarətlə qeyd edə bilərik ki, Böyük Qayıdış prosesi uğurla icra olunmaqdadır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa quruculuq işləri aparılır. Torpaqlarımız minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənir. Yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün sərdaşlarımızın qayıdışı üçün beynəlxalq qanunvericilikdə təsbit olunmuş tərzdə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışlar üçün münbit şərait yaradılır. Bugün dövlət proqramı çərçivəsində artıq 50 mindən çox soydaşımız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında məskunlaşmış, 30-a yaxın yaşayış məntəqələrində, o cümlədən 6 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayıl və 24 qəsəbə və kənddə Böyük Qayıdışa start verilmişdir. Xatırınızdadirsə, möhtərəm cənab prezidentimiz ilin əvvəlində, yanvarın 7-sində yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etmişdik ki, ilin sonuna dək biz ümumilikdə
30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımızı məskunlaşdırmağı planlaşdırırıq və bugün deyə bilərik ki, o hədəfə nail olunub. Növbəti aylarda bir sıra yeni yaşayış məntəqələrinə artıq böyük qayıdış salnamələrinin başlanması nəzərdə tutulur. Belə ki, Qarabağımızın və ölkəmizin ən iri şəhərlərindən biri olacaq Ağdam şəhərinə artıq böyük qayıdışa start veriləcək. Lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan dövlətinin tam nəzarətinə keçmiş Xankəndi, Xocalı, Xocavənd, Ağdərənin yeni yaşayış məntəqələrinə böyük qayıdışa start veriləcək. Həmçinin Zəngilan şəhəri və Zəngilanın bir neçə kəndi və Cəbrayılın bir neçə kəndinə böyük qayıdışın, belə deyək, salnaməsinin başlanması nəzərdə tutulur. Deməli, Fuad müəllim, ilk dəfə işğaldan azad olunan ərazilərə köç karvanı yola salınanda mən də oradaydım və sevincimdən ağlayırdım. Necə deyərlər, sevinc gözyaşlarım. Sanki elə bil həmin insanlara qoşulub o torpaqlara getmək istəyirdim. Təbii ki, bunu bizə yaşadan Müzəffər Ali Başkomandan, onun ətrafında sıx birləşən Azərbaycan ordusu idi və biz buna görə şəhidlərimizin ruhuna minnətdarıq, qazilərimizə minnətdarıq. Ən əsası da dəmir yumruğun sahibinə minnətdarıq. Bugün bütün dünya cənab prezidentin yürütdüyü siyasəti görür və bunun şahidi olur və hətta Vaşinqtonda prezident İlham Əliyevin ABŞ lideri tərəfindən qarşılanması da elə onun dünyadakı nüfuzunun göstəricisi idi. Minalanmış ərazilərdən danışırıq. 2020-ci ildən bu yana 400-ə yaxın insan minanın qurbanı olub. Təmsil etdiyiniz qurum bu kontekstdə hansı işləri görür? Baxın, hansı maarifləndirmə tədbirləri aparılır? Siz çox düzgün buyurdunuz. Əfsuslar olsun ki, erməni vandalları tərəfindən Azərbaycan torpaqları minalarla və digər partlamamış hərbi sursatlarla o səviyyədə çirklənib ki, bugün dünya ekspertlərinin rəyinə görə həmin ərazilər, yəni əvvəllər işğal altında olan və təmas xətti olan ərazilər dünya miqyasında, dünya səviyyəsində ən çirklənmiş ərazilər sırasındadır. Və biz deyəndə ki, işğaldan azad edilmiş torpaqlarımız tam yenidən qurulur, sıfırdan qurulur. Bu hətta düzgün deyil. Yəni sıfırdan yox, hətta mənfidən qurulur. Çünki sıfır səviyyəsinə çatdırmaq üçün ən azından həmin torpaqlar minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənməlidir. Və Ermənistan tərəfi dəqiq, səlis xəritələri, mina xəritələrini verməməklə keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını əlbəttə ki, ləng etdirir. Və bu da, yəni Azərbaycan dövləti qarşısında duran ən mühüm məsələlərdən biridir. Çünki təhlükəsiz qayıdış mühüm prioritetlərdən biridir. O cümlədən qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi də əlaqəli aidiyyəti qurumlarla birlikdə, o cümlədən ANAMA, Azərbaycan Mina Təmizləmə Agentliyi və Azərbaycan Qırmızı Qızıl Aypara Cəmiyyəti ilə birlikdə keçmiş məcburi köçkün soydaşlarımızın üçün mina təhlükəsizliyinə dair maarifləndirmə təlimləri keçirilir. Onlar üçün broşurlar hazırlanır, video chartlar hazırlanır, animasiya tipli filmlər hazırlanır ki, xəbərdar edici posterlər hazırlanır ki, yəni mina təhlükəsizliyinə, mina məsələsinə çox diqqətlə yanaşsınlar. Siz düzgün qeyd edirsiniz, əfsuslar olsun ki, 2020-ci il Vətən müharibəsindən sonra 400-ə yaxın mülki şəxsimiz mina qurbanları olmuş, ya öz həyatlarını itirmiş və yaxud çox ağır belə deyək məhrumiyyətlərə düçar olmuşdu. Və həmin layihələr çərçivəsində Dövlət Komitəsi 24 mindən çox keçmiş məcburi köçkünü qapı-qapı formatında təlimlər keçirərək məlumatlandırılmış, maarifləndirilmiş. Yəni hər bir keçmiş məcburi köçkünün evinə qruplar, belə deyək, komandalar tərəfindən səfərlər təşkil olunur, onlara broşurlar təqdim edilir, təqdimatlar olunur və maraqlandılar, suallar cavablandırılır və əlbəttə ki, bu fəaliyyət istiqaməti Dövlət Komitəsinin gündəlik fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir və bu sayədə fəaliyyətlər davam etdiriləcək. Eyni zamanda beynəlxalq təşkilat olan Mindmark təşkilatı ilə də məktəbli uşaqlar üçün animasiya formasında, yəni interaktiv oyunlar
vasitəsilə mina təhlükəsinə diqqət yetirilir. Yəni o özlərini necə qorumaq, davranış, belə deyək, kodeksi və digər məsələlər onlara çatdırmaqla mina təhlükəsinə dair maarifləndirmələri artırılır. Möhtərəm cənab prezidentimiz dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər bir Azərbaycan vətəndaşı durur. Hər bir Azərbaycan vətəndaşının rifah halının yüksəlişi durur, onun sosial rifahı durur və əlbəttə ki, bu baxımdan ölkə əhalisinin ən həssas, ən kövrək təbəqələrindən biri olan keçmiş məcburi köçkün və qaçqın soydaşlarımızın problemləri daima dövlət başçısının diqqət mərkəzində olub. Bu siyasətin bünövrəsi ümummilli liderimiz Ulu Öndər Heydər Əliyev tərəfindən 90-cı illərin əvvəllərində qoyulmuş və Ulu Öndərimizin o qızıl hərflərlə Azərbaycan tarixinə həkk olmuş sözləri ki, hər bir işğal altında olan torpaqlardan olan məcburi köçkün və qaçqının problemi mənim üçün bir nömrəli problemdir. Uzun illərdir ki, Azərbaycan dövlətinin bu sayədə apardığı siyasətin ana xəttini təşkil edib və bugün də belədir. Möhtərəm Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olan möhtərəm cənab prezidentimiz tərəfindən daha da təkmilləşdirilərək ardıcıllıqla və məharətlə həyata keçirilməkdədir. Və ölkə başçısının bütün dövlət qurumları qarşısında verdiyi tapşırıq, qoyduğu vəzifə ondan ibarətdir ki, keçmiş məcburi köçkün soydaşlarımız üçün Qarabağda və Şərqi Zəngəzurda ən yüksək standartlarda malik olan yaşayış şəraiti ilə təmin olunmasıdır. Və çünki onlar həqiqətən buna layiqdirlər. 30 il ərzində böyük həsrətlə gözlədikləri bir gün, çox böyük məhrumiyyətlərə düçar olunmuş bizim soydaşlarımız həqiqətən ən müasir, ən yüksək standartlı həyat şəraitinə layiqdirlər. Əlbəttə ki, bu həyat şəraitini onlara bəxş edən Müzəffər Ali Başkomandan İlham Əliyevdir və ora qayıdışlarının baniləri olan şəhidlərimizdir, qazilərimizdir. Təşəkkür edirəm gəldiyiniz üçün. Bir daha xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovla birlikdə Böyük Qayıdış proqramını müzakirə etdik. Salamat qalın. Real FM